Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, bizim növbəti salatımız isə hər kəsin sevdiyi bir salatdır. Deməli bunun üçün bizə nələr lazım olacaqdır? Göy biraz lazım olacaqdır. Yox bura. Qırmızı soğan, bax belə samavari doğranılmış lobya. Çox adam konservləşdirilmiş lobya edir, ancaq biz pişmiş lobya etdik. Yəni onu da edə bilərsiniz, bunu da. Nar dənələri, toyuğun döş əti beləcə didilmiş, qoz ləpəsi və xiyar turşusu. Təbii ki, duz yox, zövqə görə və bir də mayonez lazım olacaqdır. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, ilk öncə altdan belə deyək, lobyamızla soğanımızı əlavə edirik. Deməli, gördüyünüz kimi əziz izləyicilər, baxın soğanımızla belə lobyamızı tökdük. Ondan sonra üzərinə göyümüzü, siz petruşka da tökə bilərsiniz, ancaq biz buna kişniş tökürük. Yəni belə deyək, göy olaraq kişniş edirik. Yəni zövqə uyğundur da. Mən ümumiyyətlə kişniş sevdiyimdən, yəni petruşka biraz acı eləyir deyə elə çox tökmürəm. Buna görə bizim göyümüz kişniş oldu. Kişnişi də belə tökdük. Ondan sonra toyuğumuzun döş ətini əlavə edirik. Qoz ləpəmizi əlavə edirik. Xiyar turşumuzu əlavə edirik. Və nar dənələrimizi. Aha, indi başlayıb mayonezini, sosunu vurub və duzunu qarışdıracağıq. Deməli, zövqə görə biraz duz vururuq. Xiyar əgər çox duzludursa elə belə vurur. Ondan sonra zövqə görə istiot əlavə edirik. Və mayonezimizdən töküb yaxşıca qarışdırırıq. Sifdə biraz az edirik mayonezi. Əgər az olarsa təzdən belə deyərdim, əlavə edəcəyik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi belə qarışdırdıq. Artıq salatımız hazır oldu və qaba qoyub süfrəyə verə bilərik. İndi servis edəcəyik. Bax belə əziz izləyicilər, boşqaba qoyduq, servis etdik. Çox gözəl və dadlı alınır. Bu qədər. Deməli, istəsə üstünə bir bəzək olaraq da belə nar dənələri səpə bilərsiniz. Bax belə. Belə daha da gözəl olsun. Belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.